Ekranda hər gün gördüyümüz şəkillər, zamanın içində dondurulmuş anlar kimi. Amma bu kiçik cihaz, fotoaparat necə yarandı? Onun tarixi təkcə texnologiyanın inkişafı deyil, həm də insanların xatirələri, məlumatları qorumaq istəyindən yaranıb. Fotoaparatın tarixi 19-cu əsrin əvvəllərinə qədər gedib çıxır. İlk foto çəkilişi 1826-cı ildə fransız ixtiraçı Joseph Nicephore Niepce tərəfindən aparılıb. O, kamera obskura adlı işıq qutusundan istifadə edib və görüntünü qalay lövhə üzərinə köçürüb. Sonralar fransız rəssam Louis bu üsulu təkmilləşdirərək ilk praktiki fotoaparatı yaratdı. Bu cihaz qısa zamanda Avropanın ən məşhur texnoloji yeniliyinə çevrildi. Fotoaparatın adı isə latınca kamera obskura, yəni qaranlıq otaq sözündən gəlir. Çünki ilk foto cihazları əslində içi qaranlıq bir qutu idi. İşıq kiçik dəlikdən daxil olur, qarşı divarda görüntü yaradırdı. 20-ci əsr isə fotoaparatın kütləviləşmə dövrü oldu. Kodak şirkəti 1888-ci ildə "Siz düyməni basın, qalanını biz edərik" şüarı ilə ilk sadə, istifadəsi asan fotoaparatı bazara çıxardı. Sonrakı mərhələdə plyonka kameraları, 35 mm-lik aparatlar, rəqəmsal kameralar və sonda smartfon fotoaparatları həyatımıza daxil oldu. Bugün artıq fotoaparat cibimizdədir, amma prinsipi hələ də eynidir. İşığı tutmaq və onu tarixə çevirmək. Fotoaparatın 200 illik yolu bir həqiqəti göstərir. İnsan yaddaşına güvənmir. O, anları qorumaq, gələcəyi ötürmək və tarix yaratmaq istəyir. Hər çəkdiyimiz foto bizim kiçik tariximizdir.